Kuşlar bax bu gördüyünüz damın üzerine peynliyir. O peyin də neynir? Dam örtüyü sürüdür. Digər yerdə də belə bir hallar baş vermişdir. Bunun üçün də bu kimi mansarlara birbaşa poliuretan izolyasiya vurmaq tövsiyə olunan deyil. Demək, dam örtüyündə bax belə dəliklər var, deşiklər var. Fikir versiniz. Bu bizdə niyə belə oldu? Səbəb budur ki, kuşlar bax bu gördüyünüz damın üzerine peynliyir. O peyin də neynir? Dam örtüyü sürüdür. Sizə yuxarıdan göstərirəm həmin hissəni. Peyinlərə baxın, necə bir vəziyyətə düşür. Bu formada olmağını istəmirsinizsə, mümkün qədər quşları orada dayanmağa qoymayın. Gördüyünüz kimi müştərimiz müxtəlif növ müqəvvalar, quş qovucular yerləşdirib ki, məhz bu quşları buradan qovsun. Düzdür, artıq gecdir. Dam örtüyü müəyyən istismar müddətini bitirib. Bu minvalla biz müştəriyə təklif etdik ki, digər yerdə də belə bir hallar baş vermişdir. Bunun üçün də bu kimi mansarlara birbaşa poliuretan izolyasiya vurmaq tövsiyə olunan deyil. Səbəb budur ki, dam örtüyünün istismar müddətinin bitməsinə çox bir az illər qalıb. Və artıq bir müddətdən sonra ki, dam örtüyünü dəyişmək istəyəcək, artıq üzərində izolyasiya da gedəcək. Belə olan halda müştəri iki xəritə keçəcək. İzolyasiya bərpa etmiş olacaq, həm də dam örtüyünü. Belə olan halda düşünən usta, yəni işini sığortalayan usta necə etməlidir? Bu cür etməlidir ki, izolyasiyanı dam örtüyündən mühafizə etməlidir. Yəni zəif dam örtüyündən mühafizə etməlidir. Bunun üçün membran çəkiləcək tərəfimizdən və poliuretan izolyasiya birbaşa membrana tətbiq olunacaq. Belə olan halda istənilən vaxtı müştəri dam örtüyündə restavrasiya işləri görə bilər. Bu gündən artıq növbəmizdə olan bina ərazisində mansardın izolyasiya işlərinə start verdik. Xeyirli olsun sahibinə, yeni layihələrində görüşmək ümidi ilə Zomlet İzolyasiya Qrup xidmətinizdə.